Şuşa istiqamətində hərəkət edəndə bizim mənim yanımda şəhid olub Mədətov Royal. Allah onun ailəsinə səbir versin. Həqiqətən belə deyək, canavar kimi oğul idi. Allah onun yaxınlarına səbir versin. Mədətov Royal bizim yanımızda şəhid oldu. Daha qabaqda həmişə çoxdan xidmət edən gizirlərimizdən idi. Qabaqda dazor gedirdi həmişə. Biz getdik, bir yerdə mövqeyləndik orada. Axşam çiskin elə-belə, elə deyək də, yağış demək olmaz. Axşam belə çiskinli hava var idi. Soyuğu idi, həm də ki, biraz hava boğunuq idi də, dumanlı idi. Həmən gecəni biz mövqeyləndik orada. Səhər hardasa belə olardı, 4-5. Gördük ki, bunlar da, ermənilər də qorxularından başlayırdı atmağa. Harasa səhərə yaxın, gecə atış eləməyə. Başladılar, səhərə yaxın qorxurdular, axı biz girərik ora, ya dağdarıq. Bizim də heç xəbərimiz yoxdur, qabağımızda post var. Tası biz gəlmişik də, biz mövqeylənmişik, tası sakitçilikdir, axşam biraz mövqeylənək, ondan sonra hərəkətimizə davam edək. Səhər çağı, səhərə yaxında 4-5 gördük, traser mərmilər atırlar, avtomatın o traserlərindən atırlar. Qorxudan eləyirlər, onların bizdən xəbəri yoxdur, sadəcə atırlar ki, elə bilsinlər ki, bunlar da biz onlara ataq, bizim yerimizi bilsinlər ki, gəlməyimizi. Amma elə kör güllə atırlar, yəni nişan alıb atmırlar. Atışdan hiss olunur. Atışdan hiss eləyirsən ki, bunun atışı, yəni hədəf atışı deyil, sadəcə belə qorxu üçün atılan atışdır ki, filan yerdə şey var da, burada post var. Rəhmətli Mədətov Royal orada söhbət elədi. O aprel döyüşlərində yaralanmışdı, səhv etmirəmsə, döyüşdə də olmuşdu. Sonra bizim yanımızda elə bil ki, şeydə də yaralanmışdı, qolundan qəlpə girmişdi. Gedib arxaya qəlpəni çıxartmışdı, qayıtmışdı, yenə qayıdıb təzədən gəlmişdi bizim yanımıza. Orada söhbət elədi, dedim mənə beləntinə. Mənim belə deyək də ilk müharibəmdir. Bunun üzrə demək olar ki, ikinci müharibə, təcrübəsi var, xidmət ili var. Söhbət eləyirdi bir-birimizdən beləntinə. Ayqa Qazaxlı idi. Birindən müharibədən çıxmışam, ikisindən çıxmışam. Üçüncüsündən də çıxacam inşallah. Bir dəfə elə bir yaralanıb qayıtmağım dedim. Mən dedim, inşallah indi. Bizə tapşırıq verdi, Mədətov Royalda qabaqda dazor gedirdi. Elə bir dəstənin qabağında dazor olur, ya qrupun qabağında dazor olur. İlk, belə deyək də, mərmi atılsa da, yəni xəbər olur da, ən azından qrup tam məhv edilmir, tabor tam məhv edilmir. Biraz bizdən qabaqda gedirdi o. Biz çıxdılar yuxarı, ermənilər başladı atmağa oradan, həmən yeri. Balaca bir təpə idi, qalxdıq oradan, atdılar. Atdılar, gördük uşaqlar deyək, atışdılar, bizdən uşaqlar atdılar, az idi orada. Yəqin 3-4 nəfər erməni var idi, çox yox idi orada. Onlar çünki elə bir vəziyyətə qalmışdılar ki, bir nəfərim, 5 nəfərim burada, 3 nəfərim burada, yalandan da şey eləsinlər ki, qabağa desinlər ki, filan yerdən belə deyək, biz gəlirik. Mədətov Royal uzandı, biz elə bildik ki, mövqeyləndi də, yəni ki, güllə şey eləməz. Ara sakitləşdi, ara sakitləşəndən sonra uşaqlar Royal çağırır, Mədətov Royalı. Royal səs gəlmir. Bu qədər bu qalmaz axı yerdə. Biz uşaqlar getdilər, gördülər ki, kör, belə deyək, güllə ki, burasından girib də şəhid oldu. Belə Mədətov Royal oldu, uzandığı yerdə şəhid oldu. Yəni, onun o vəziyyətdə mən şəhid olmağını istəməzdim, həqiqətən canavar kimi oğlu idi. Amma düşmənlə üz-üzə, qəhrəmancasın. O heç, yəni, o kör güllə ona atışmada atışdı, o kör güllə girdi, onu şəhid elədi. Biz onu təsəvvür eləyin, bizdə bir nəfər onda həmən döyüşdə, elə bil həmən baxdı. Bir nəfər Royal şəhid oldu da, biz onu bəlkə də bir 10 kilometrə qədər özümüzlə apardıq, o Royalı. Çünki
orada qoya bilməzdik. Bizdən İrəliyə. irəli apardıq özümüzlə, uşaqlarla hər 4 nəfərdən bir